Allah Teala bir kəsə itaət niməti veribsə və insan bu itaətə müvəffəq olubsa, buna davamlı olsun. Əgər Allah Teala səni qapı açıbsa, bunu qoru və bunda davamlı olmağa çalış. Əgər hər hansı bir gün bu ibadət, bu itaət sənin əlindən çıxarsa, Quran oxumaq və yaxud da hər hansı bir namaz qılmaq və yaxud da zikirlər olsun, onda çalış ki, bunu ödəyəsən, yəni yerinə yetirəsən. Ola bilər, vaxtı keçsə də yerinə yetirmə insan çalışmalıdır. Çünki əgər insan əlindən çıxan hər hansı bir zikri tam şəkildə tərk edərsə, sonra o əməli zay etməyə vərdiş eləyər, asanlaşar. İmam Nəvavi deyir ki, kiməsə hər hansı bir zikir, gecə və yaxud da gündüz vaxtları, hər hansı bir zikir, ibadət qapısı açılıbsa və bu vəzifəyə insan müvəffəq olubsa, gecə və yaxud da gündüz vaxtları və ya namazdan sonra zikirlər olsun və yaxud da hər hansı bir halda etdiyi zikirlər olsun, daim şəkildə etməyə müvəffəq olubsa insan, çünki bu Allah tərəfindən müvəffəqiyyətdir. Əgər bir insan davamlı şəkildə hər hansı bir əməli etməyə müvəffəq olursa, bu Allahın böyük nemətidir. Çünki Allah Teala az da olsa davamlı olanı sevir. Və əgər birdən hər hansı bir səbəblə insan bunu etməzsə, yerinə yetirə bilməzsə, onu yenidən düzəltməyə çalışsın, etməyə çalışsın, vaxtı keçsə də onu yerinə yetirsin və buna qarşı səhərlənkar olmasın. Çünki əgər insan vərdiş eləyərsə, yəni vaxtı keçəndən sonra və yaxud da hər hansı bir səbəblə ibadəti yerinə yetirə bilmədi və sonra tam şəkildə tərk etməyə vərdiş eləyərsə, sonradan o əməldən uzaqlaşmaqla insan məhrum olar. O əməldən uzaqlaşar və tam şəkildə o əməli yerinə yetirməkdən məhrum olar.